Salam dəyərli izləyicilər. Bu gün sizlərlə bir yerdə 9 mart 11-ci sinif buraxılış imtahanına düşmüş mətn suallarına baxacağıq. Mən mətni əvvəlcədən oxuduğuma görə artıq yenidən oxumuram. Yenə də mətni bir dəfə göstərim. Oxumaq istəyən olarsa videonu dayandıraraq oxuya bilər. Deməli, başlayaq birinci sualdan. Deyir, mətnə əsasən Fuad obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Birincidə deyilir ki, universitetə daxil olmaq üçün biliyi kifayət etmir. Bu, səhv fikirdir. Mətndə də deyilir ki, o, müəllimlərindən, sinif yoldaşlarından Fuad məşhur riyaziyyatçı olacaq sözlərini eşidirdi. Yəni, bu, onun biliyinin əslində kifayət qədər olduğunu, sadəcə anasına kömək olmaq üçün işləməyə başladığını biz mətndə görürük. Deməli, birinci fikir səhvdir. Çünki biliyi kifayət edirdi, amma səbəb başqa idi. Daha sonra imtahandakı uğursuzluqdan sonra zavodda işləmək məcburiyyətində qalır. Bu da səhvdir. Əksinə, o imtahana girməmişdi, birbaşa işləməyə başlamışdı. Daha sonra üçüncüyə baxaq. Usta Səlimlə səmimi münasibət qurmağa nail olmuşdur. Bu doğrudur, onların söhbətində də biz bunu görürük. İşin incəliklərini öyrənir, bu da doğru fikirdir. Usta Səlim deyir ki, mən düşünürdüm ki, hətta sən məndən sonra ən yaxşı usta olacaqsan, yəni mənə vəz eləyəcəksən kimi bir fikir bildirir. Yəni, dördüncü də düzgün fikirdir. Cavabımız olur A variantı 3 və 4. 42-ci suala baxaq. Hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun söz işlənməmişdir? Əvvəlcə həmin sözlərə baxaq. Deməli, birinci söz israr sözüdür. Verilən cümlələrə baxaq. Deyir, əhvalının xoş vaxtında heç nəyə etiraz etməzdi. Daha sonra Almurad çevik hərəkətlə qalxıb ata mindi. Müğənninin səsi insana kədər gətirirdi. Rəisin təkidinə baxmayaraq şinelini götürmək istəmədi. Burada təkid sözü israr sözünün qarşılığıdır. Deməli, birinci sözümüzə uyğun gələn variant var. Daha sonra ikinci sözə baxaq. Hüzn sözü. Hüzn qəm, kədər deməkdir. Bizdə C variantında kədər sözü işlənib. Ona görə bunu da çıxırıq. Üçüncü sözə baxaq. Qıvraq sözü. Qıvraq davranış. Yəni çevik, cəld davranış. Burada B variantına baxaq. Deyir, Almurad çevik hərəkətlə qalxıb ata mindi. Burada biz qıvraq sözündən bunu əvəz eləyə bilərik. Deməli, B-ni də çıxırıq. Daha sonra ovqat. Ovqat sözü də əhval deməkdir. Bu da A variantında işlənib. Deməli, bizdə Y variantında rəqəm yazılan sözlərin heç birinə uyğun gəlməyən sözlər işlənmişdir. Cavabımız Y variantı olur. 43-ə baxaq. Mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcıllığını müəyyən edin. Deyir, onun əzabını, ağrısını artıq zavodda faydasız olduğunu düşünməsini anlayırdım. Artıq zavodda işlədiyim bir neçə gün idi. Ən çətin, böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan, qüvvət, mətanət hissaşlayan insanları tanıdım. Qabaqçı kimi işləyə bilmirəm. Barmaqlarım sözümə baxmır. İndi bu boşluqlara baxaq. Deyir, İndi mən anama dəstək olmaq istəyirdim. O, qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Daha sonra boşluq gəlir. Briqada yoldaşlarım, qocaman usta Səlim, Muxtar, Əhəd işin incəliklərini mənə öyrətdilər. Bura biz ikinci cümləni yaza bilərik ki, artıq zavodda işlədiyim bir neçə gün idi. Həmin yoldaşlarım mənə işin incəliklərini öyrətdilər. Deməli, ardıcıllığımızda birinci 2 gəlir. Daha sonra digər boşluğa baxaq. Deyir, son vaxtlar heç özünə oxşamırsan usta, dedim. Mən çoxdan özümə oxşamıram, oğul. Dördüncüyə baxaq, deyir, qabaqçı kimi işləyə bilmirəm, barmaqlarım sözümə baxmır. Bunu biz ustanın dilindən verə bilərik. Deməli, ikinci oldu 4. Digərinə baxaq. Deyir, işdən çıxacağam, istəmirəm qulağım eşidə, bu kişi nə vaxt gedəcək desinlər. Ustanı bu yoldan çəkindirməyə təşəbbüs göstərməyi mənasız olduğunu düşünüb sustum. Bura yaza bilərik ki, onun əzabını, ağrısını, artıq zavodda faydasız olduğunu düşünməsini anlayırdım. Ustanı bu yoldan çəkindirməyə təşəbbüs göstərməyin mənasız olduğunu düşünüb sustum. Bunu da biz Fuadın nitqində, dilində verə bilərik. Deməli, ardıcıllıq olur 1 və sonuncu. Deyir, ən əsası öz yerimdə olmağı öyrəndim. Burada üçüncü cümləni
yaza bilərik. Deyir, ən çətin, böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan, qüvvət, mətanət hissi aşlayan insanları tanıdım. Ən əsası da öz yerimdə olmağı öyrəndim. Deməli, üçüncü də sonuncu cümləmizdir. Ardıcıllığımız oldu 2, 4, 1 və 3. Bu da B variantıdır. 44-cü sual. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Birincidə deyilir, ustanın işdən getmək istəməsinin. Bunun səbəbi mətndə var. Deyir ki, artıq əlim iş tutmur, iş görə bilmirəm. Ona görə birləri variantdan çıxırıq. Ananın işdən çıxmasının. Bunun səbəbi mətndə yoxdur. Ona görə 2-ni götürürük. 2 olmayan variantları da çıxsaq, qalır C variantı. Yenə də digərlərinə baxaq. Deyir, Fuadın zavodda işləmək qərarının. Bunun səbəbi var. O, anasına kömək etmək istədiyinə görə işləməyə başlayır. Ananın övladlarını tək böyütməsinin. Yenə mətndə bizə bunun səbəbini də verməyib. Fuadın öz işi ilə bağlı məmnuniyyətinin. Bu da mətndə öz əksini tapan fikirdir. Cavabımız oldu 2 və 4, yəni C variantı. 45-ci suala baxaq. Deyir, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Biz bunlara uyğun gələn cümlələri seçməliyik. Deməli, birincidə deyilir ki, müəllimləri Fuadın gələcəyi ilə bağlı yüksək fikirdə idilər. Bu doğrudur. Biz birinci abzasdan, daha doğrusu ikinci abzasda görürük ki, deyir ki, müəllimlərimdən, sinif yoldaşlarımdan eşitdiyim Fuad məşhur riyaziyyatçı olacaq sözlərini unutmağa başlamışdım. Deməli, müəllimləri onun riyaziyyatçı olacağını düşünürdülər. Yəni, yüksək fikirdə idilər. Bir doğrudur. Bir olmayan variantları da çıxırıq. Daha sonra Fuad zavodda maşın qayırma sahəsində çalışır. Bununla bağlı məlumat yoxdur, sadəcə bizə zavodda çalışdığı deyilir. Fuad zavoda gələndə usta Səlim düşünmüşdü ki, nə vaxtsa onu Fuad əvəz edəcək. Bu doğru fikirdir. Sırf bu cümlənin əksi özünü mətndə tapır. Daha sonra məlumat yoxdur. Hansı haqqında məlumat yoxdur? Fuad ailənin yeganə övladı deyil. Bunun haqqında mətndə məlumat var. Orada deyirdi ki, qardaşımla məni tək böyütmüş. Deməli, onun bir qardaşı da var idi. Yəni, tək övlad deyil. 4-ləri çıxırıq. Bir dənə qalır D variantı. Yenə də digərlərinə baxaq. Ustanın gedişindən sonra işçilərdən biri onun yerinə keçir. Bununla bağlı da məlumat yoxdur. Briqadanın digər üzvləri də qoca ustanın işdən getməsinə qarşı idilər. Bunun haqqında da məlumat yoxdur. Bizə sadəcə Fuadın fikirləri verilmişdi. Digər işçilərin yox. Cavabımız olur D variantı. Daha sonra açıq suallara baxaq. Deyir, mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadələrin mənasını müəyyən edib yazın. Baxaq indi həmin ifadələrə. Birinci bu ifadədir. Deyir, bu qulağımdan girib, o biri qulağımdan çıxırdı. Bu frazoloji birləşmədir. Mənası da deyilənə əhəmiyyət verməmək, söz eşitməmək, deyilən sözə əməl etməmək mənalarına gəlir. Daha sonra ikinci. Deyir, uçmağa qanadım yoxdur. Bu sentyabrda birincidən fərqli olaraq uçmağa qanadım yoxdur. Uçmağa qanadı olmamaq, daha doğrusu uçmağa qanadı olmaq hədsiz dərəcədə sevinmək, şad olmaqdır. Sevincli olmaqdır. Burada isə deyir, uçmağa qanadım yoxdur. Yəni, sevincli deyiləm, şad deyiləm mənasında işlənib. Bir də deyilir, həyat məktəbi keçdim. Bu bircə ildə çox şey öyrəndim. Həyat məktəbi keçdim. Həyat məktəbi keçmək də böyük təcrübə qazanmaq, böyük sınaqdan keçməkdir. Yəni, burada da deyilir ki, böyük təcrübə yaşadım, böyük sınaq keçdim. Bu mənalarda işlənib. Daha sonra 47-ci sual deyir, mətnə əsasən cədvəli tamamlayın. Deməli, cədvəl belə bir cədvəl idi. Bunu indi bu hissədə yazaq. Deməli, belə bir cədvəl verilmişdi. Bu hissədə yazılmışdı ki, mətni danışanın xüsusiyyətləri, yəni Fuadın xüsusiyyətləri, bir də onun əsaslandıran cümlələr. Deməli, Fuadın xüsusiyyətlərinə yaza bilərik ki, zəhmətkeş idi, savadlı idi, çalışqan idi. Bu xüsusiyyətləri bura yaza bilərik. Zəhmətkeş, çalışqan, savadlı.
Məsələn, savadlılığını belə əsaslandıra bilərik ki, müəllimləri və şagird yoldaşları onun riyaziyyatçı olacağını düşünürdülər, böyük riyaziyyatçı olacağına ümid bəsləyirdilər. Belə əsaslandıra bilərik. Daha sonra zəhmətkeş olduğunu belə yaza bilərik ki, o anasına kömək etmək üçün çox çalışırdı. Hətta universitet imtahanına belə getməmişdi. Daha sonra çalışqan idi. Buna da yenə işlədiyini, necə işi dərindən öyrəndiyini, öz işindən razı olduğunu və s. yazıb əsaslandıra bilərik. Yəni, həmin cədvəl sualı bu formada verilmişdi. Daha sonra deyir, mətnə əsasən Euler-Venn diaqramını doldurun. İndi bunu silək, Venn diaqramı çəkək bura. Aha, deməli, burada da bu tərəfdə Usta Səlim, bu hissəyə də ana yazılmışdı. Bunların oxşar və fərqli cəhətlərini yazmalıyıq. Məsələn, Usta Səlimə yaza bilərik ki, məsləhət verən idi. Daha sonra təcrübəli idi, müdrik insan idi. Biz onun Fuada verdiyi, daha doğrusu dediyi sözlərdə də bunları görürük. Anaya yaza bilərik ki, fədakar idi, öz övladlarını çətinliklər içərisində böyütmüşdü və s. Mətndən müxtəlif xüsusiyyətlər yaza bilərik. Hər ikisinə oxşar xüsusiyyət kimi də yaza bilərik ki, hər ikisi zəhmətkeş insanlar idi, qayğıkeş insanlar idi. Bunları da ortaq xüsusiyyət kimi yaza bilərik. Yaxud bunlara oxşar, yenə mətndən götürdüyümüz fərqli xüsusiyyətləri bura qeyd eləyə bilərik. Daha sonra digər suala baxaq. Deyir, insan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır aforizmini mətnlə əlaqələndirərək fikirlərinizi yazın. Biz ümumiyyətlə mətndə görürük ki, Fuad çox savadlı bir şagird olmasına baxmayaraq, anasının çəkdiyi əzab-əziyyətlərə kömək etmək üçün çalışmağa başlayır. Yəni, universitet imtahanına getmir. Düzdür, o orada çox çalışqan idi, işini haqqı ilə yerinə yetirən bir insan idi, lakin yenə də məcburiyyət qarşısında qaldığına görə o universitet imtahanına getməyib işləməyi seçmişdi. Amma biz artıq mətnin sonlarına doğru görürük ki, o deyir ki, burada da görürük ki, bu hissədə o deyir ki, bir ildə çox şey öyrəndim, həyat məktəbi keçdim, müxtəlif adamlarla münasibət qurdum, müxtəlif insanlarla çalışmağı, işləməyi öyrəndim. Ən əsası da öz yerimdə olmağı öyrəndim. O mətndə də biz görürük ki, o universitetə qəbul olur, təhsil alır və riyaziyyatçı olur. Yəni, gec də olsa öz istəyinə nail ola bilir, oxuya bilir, təhsil ala bilir. Və deyir ki, ən əsası öz yerimdə olmağı öyrəndim. Biz bu fikirlərdən yola çıxaraq deyə bilərik ki, insan həyatda öz yerini tapanda da əsl xoşbəxtliyə çatmış olur. Daha sonra 50-ci sual, altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubi xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yazın. Bu sualda biz sadəcə həmin sözlərin başqa sözlərlə əvəz eləmək yox, eyni zamanda ora həmin cümlənin bədii təsir gücünü artıracaq müxtəlif ifadələr də əlavə eləməliyik. Sadəcə sözlərin qarşılığını yazmaq yaxud başqa sözlərlə əvəz eləmək kifayət eləmir. İndi baxaq həmin cümləyə. Deyir, indi mən anama dəstək olmaq istəyirdim. O, qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Məsələn, biz bu cümləni belə genişləndirə bilərik ki, daha doğrusu bədii üslubun xüsusiyyətlərinə uyğun olaraq genişləndirməliyik. Belə yaza bilərik ki, indi mən həyatın çətinliklərini görmüş anama dəstək olmaq istəyirdim. O, qardaşımla məni tək boya başa çatdırmışdı, çox çətinliklər görmüş və çox əziyyətlər çəkmişdi. Bu formada yaxud müxtəlif başqa ifadələri artırmaqla biz bu cümləni bədii cəhətdən zənginləşdirə bilərik. Daha sonra digər mətnə keçək. Yenə mətni bir dəfə göstərim. Oxumaq istəyən olsa dayandırıb oxuya bilər. İndi isə baxaq mətnin suallarına. Deyir, əvvəlində Roma rəqəmi yazılmış hansı cümlə mətndən çıxarılsa məzmuna xələl gəlməz. İndi baxaq həmin cümlələrə. Deyir, Tufan əfsanəsinə görə bir gün tanrılar insanları cəzalandırmaq istəyirlər. Bu zaman tanrı Enki kral Ziusudraya böyük daşqının olacağı barədə məlumat verir. Birinci cümləmiz budur. Məlumat verir, bu xəbəri eşidən Ziusudra da böyük bir gəmi düzəltdirir. Oraya bütün canlılardan bir cüt toplayır. Biz artıq bu cümləni çıxartsaq, bu iki cümlə arasında əlaqə pozulmuş olar.
Yəni cəzalandırmaq istəyir, sonra da birdən-birə oraya bütün canlılardan bir cüt toplayır deyə bilmərik. Burada bir uyğunsuzluq yaranır. Ona görə biz birinci cümləni çıxara bilmərik. Yenə digərlərinə də baxaq. Deyir, bütün dünyanı su basdıqdan sonra, daha doğrusu deyir, oraya bütün canlılardan bir cüt toplayır, tezliklə sel başlayır. Bütün dünyanı su basdıqdan sonra Ziusudra havaya bir göyərçin buraxır. Həmin göyərçin qonmağa yer tapmayıb gəmiyə qayıdır. Sonra deyilir ki, üçüncü cümlədə sonra bir qaranquş göndərir. Artıq görürük ki, bunlar arasında bir əlaqə var, ardıcıllıq var. Biz bunların heç birini buradan çıxara bilmərik. Çıxarsaq uyğunsuzluq yaranar. Ona görə 2-ni və 3-ü də çıxırıq buradan. Qalır 4 və 5. İndi həmin cümlələrə baxaq. Deyir, arxeoloji araşdırmalar Şumer bölgəsinin zaman-zaman güclü daşqınlara məruz qaldığını təsdiqləyir. Bunlardan Ur şəhərindəki daşqının izləri daha aydın görünür. İndi 5-cini də oxuyaq. Deyir, burada aparılmış araşdırmalar qədim bir mədəniyyətin 2,5 metr qalınlıqda palçıq qatının altında qaldığını üzə çıxarmışdı. Biz 4-cü cümləni buradan çıxarsaq, artıq buradan 5-ci cümlə başlasa, burada bir uyğunsuzluq yaranır. Çünki deyir ki, bunlardan Ur şəhərindəki daşqının izləri aydın görünür. Sonra deyir, burada aparılmış araşdırmalar, yəni Ur şəhərindəki aparılmış araşdırmalar nəzərdə tutulur. Deməli, biz 4-ü də çıxara bilmərik. Amma 5-i çıxarsaq, 5-dən sonra görürük ki, yeni bir abzas başlayır. Yəni, bundan sonra bir abzas başlasa, bir uyğunsuzluq pozulmuş olmaz. Ona görə biz 4-ü çıxara bilmərik, amma 5-ci cümləni çıxara bilərik. Çıxarsaq, heç bir uyğunsuzluq, yəni məzmuna xələl gəlməz. Ona görə cavab olur A variantı. Digər suala baxaq. 52. Mətn əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğru olanlar, yanlış olanlar və ehtimal olunanları seçməliyik. Deməli, birincidə deyilir ki, araşdırmalar sübut etmişdir ki, Şumer bölgəsində ilk daşqın Ur şəhərində baş vermişdir. Bu səhv fikirdir. Bizə mətndə deyilir ki, bu daşqınların baş verdiyi yerlərdən biri də Ur şəhəridir. İlk baş verdiyi yer demir. Ona görə bir səhvdir. 2-yə baxaq. Deyir, Şumer mədəniyyəti yeni mədəniyyətlərin yaranmasında rol oynamışdır. Bu doğrudur. Mətndə də deyilir ki, Şumer dastanlarına biz başqa xalqların dastanlarında da, daha doğrusu Şumerlərin mifologiyasına başqa xalqlarda da biz rast gələ bilirik. Yəni, digər mədəniyyətlərin yaranmasında da rol oynamışdır. Bu doğru fikirdir. Daha sonra yanlışlardan seçməliyik, yanlış olanları. Deyir, Şumerlərin qədim tayfalarla ticarət əlaqələri olmuşdu. Bu doğru fikirdir. Səhv götürə bilmərik. 4-ə baxaq. Deyir, Şumerlərin digər ərazilərə yürüş və hücumları onların yaratdığı əfsanənin bir çox xalqlar arasında yayılmasına səbəb olmuşdu. Bu səhvdir. Şumerlərin başqa yerə yürüş etməsi yox, başqa xalqların Şumerlərə yürüş etməsi nəticəsində yayılmasına səbəb olmuşdu. Ona görə 4-ü biz yanlış götürürük. Bir də ehtimal oluna biləcək fikri seçək. Deyir, Şumerlər Mesopotamiya ərazisində məskunlaşmışdılar. Burada deyilir ki, bu qədim tayfaların Şumerlərin yaşadığı Mesopotamiya ərazisinə yürüşləri. Şumerlərin yaşadığı Mesopotamiya ərazisinə. Deməli, onların Mesopotamiyada məskunlaşmaqları ehtimal yox, doğru fikirdir. Ona görə götürmürük. Bir də 6-cı. Tufan əfsanəsinin yaranması Ur şəhərindəki daşqınla bağlı olmuşdu. Bunu ehtimal eləyə bilərik. Çünki onun nə ilə bağlı yarandığı mətndə yoxdur. Sadəcə biz onu ehtimal kimi götürə bilərik. Cavab oldu 2, 4 və 6. 53-cü sual. Mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin. A variantında deyilir, mətnin giriş və nəticə hissəsində bir-birinə zidd olan fikirlər verilmişdir. Baxaq, giriş hissə 1-ci abzas, nəticə hissədə sonuncu abzasdır. Deyir, Şumerlər dünyanın qədim xalqlarından biridir. Onlar ən qədim yazının müəllifidirlər. Hətta ilk təkəri, 60-lıq hesablama sistemini də Şumerlər yaratmışlar. Dünya xalqlarına məxsus bir çox əsərlər də qədim Şumer miflərindən qaynaqlanır. İndi nəticə hissəsinə baxaq. Deyir ki, unutmayaq ki, Şumer mədəniyyəti qədim dünyanın bir çox xalqlarına təsir etmişdir. Bu mədəniyyətin təsiri ilə yeni mədəniyyətlər yaranmışdır. Bu baxımdan Şumer mifologiyasının da dünya xalqlarının mifologiyasına təsiri mümkündür. Burada hər hansı bir ziddiyyət yoxdur. Yəni, zidd olan fikirlər yoxdur. Ona görə A variantı səhvdir. Daha sonra nəticə hissədə məntiqi əlaqəni pozan cümlə işlənmişdir. Bayaq oxuduq, heç bir məntiqi əlaqəni pozan cümlə yox idi. C-yə baxaq. Daşqınlardan sonra məcrasına çəkilən çayların yerində qalın gil, lil qatı qalırdı cümləsini mətnin 7-ci abzasına artırsaq, cümlələr arasındakı məzmun ardıcıllığı pozulmaz. Baxaq 7-ci abzasa. Deməli, bura 1, 2,
3, 4, bu 5, 6 və 7. Baxaq burada nə deyir? Deyir, bəs necə olur ki, qədim Şumerlərin yaratdığı bir əfsanə bir çox dünya xalqlarının, məsələn, Yunanistan, Amerika, Avstraliya və s. kimi ərazilərdə yaşayan xalqların mifologiyasında təkrarlanır. Bu, qədim tayfaların Şumerlərin yaşadığı Mesopotamiya ərazisinə davamlı yürüş və hücumları, köçləri, eləcə də onların Şumerlə ticarət əlaqələri qurması ilə bağlı olmuşdur. Bizdə də deyirdi ki, daşqınlardan sonra məcrasına çəkilən çayların yerində qalın gillil qatıq qalırdı. Deməli, C variantı da həmin 7-ci abzasa uyğun gəlmir. Məzmun ardıcıllığını pozur. Tarixdə ilk dəfə dövlət quran, idarəetmə sistemi yaradanlardan biri də onlardır cümləsi ilə mətnin giriş hissəsini genişləndirmək olar. Görürük ki, giriş hissədə Şumerlər haqqında qısa da olsa bir məlumat verilir. Onların xalqları haqqında məlumat verilir. Biz D variantını buraya artıra bilərik. Yəni, burada heç bir uyğunsuzluq yoxdur. Daha sonra Y-yə də baxaq. Mətnin əsas hissəsinə Şumerlərin məşğuliyyət başlığını vermək olar. Bu yanlış fikirdir. Orada Şumerlərin məşğuliyyətindən yox, daşqınlardan falan bəhs olunur. Ona görə Y variantını düzgün götürə bilmərik. Cavab olur D variantı. 54. Mətnə əsasən hansı suallara cavab tapmaq mümkündür? Birincidə deyilir, tanrılar insanları nə üçün cəzalandırmaq istəyirlər? Mətnə baxaq. Deyir ki, tufan əfsanəsinə görə, daha doğrusu bu hissədən baxaq, deyir, Tanrının insanları güclü bir tufanla cəzalandırması haqqındakı tufan əfsanəsi də bir çox xalqların mifologiyasında cüzi məzmun ilə təkrarlanır. Deyir, tufan əfsanəsinə görə bir gün tanrılar insanları cəzalandırmaq istəyirlər. Bu zaman tanrı Enki, kral Ziusudraya böyük daşqının olacağı barədə məlumat verir. Amma burada, yəni nə üçün insanları cəzalandıracağı ilə bağlı bir məlumat yoxdur. Ona görə biri götürə bilmərik. 2-yə baxaq. Kral daşqının olacağından necə xəbər tutur? Mətndə də bayaq oxuduq ki, Tanrı krala xəbər verir. Ziusudranın havaya uçurduğu göyərçin nə üçün geri qayıdır? Buna belə cavab tapa bilərik ki, yəni quru sahə yox idi onun qona biləcəyi. Ona görə geri qayıdır. Ur şəhərindəki daşqın neçə gün davam etmişdi? Bununla bağlı da mətndə məlumat yoxdur. Və 5. Ziusudra suyun çəkildiyini necə anlayır? Bu mətndə var. Orada deyilirdi ki, burada da deyir, nəhayət uçurduğu qarğa geri dönməyəndə suyun çəkildiyini anlayır. Yəni, qarğa deməli qonacaq bir quru sahə tapmışdı və bunun nəticəsində də Ziusudra anlayır ki, yəni su çəkilib, quru sahə var. Cavab oldu 2, 3 və 5. 55. Mətnin tezislərinə aid edilə bilməz. Birincidə deyilir ki, eyni mövzuya müxtəlif xalqların mifologiyasında rast gəlmək olar. Deməli, tezis nədir? Tezis elə müddəalardır ki, biz onu verilən mətndəki faktlarla sübut eləyə bilək. Biz birinci cümləni mətndə faktlarla sübut eləyə bilirik. Yəni, bununla bağlı bizə mətndə məlumatlar verilib. Deməli, bir tezis ola bilər. Ona görə bir olan variantları çıxırıq. İkinci, Şumerlər digər xalqların mifologiyasına müraciət etmişlər. Bunu doğru götürə bilmərik. Şumerlər daşqınlardan qorunmaq üçün yaşayış yerlərini daim dəyişmişdilər. Bununla bağlı da bir məlumat yoxdur. İnsanlar bütün təbii fəlakətlərin qarşısını tamamilə ala bilərlər. Yenə bu da mətnə uyğun deyil. Arxeoloji araşdırmalar Şumer bölgəsində baş vermiş hadisələr haqqında məlumat verir. Biz mətndəki Ur şəhəri haqqında olan abzasa diqqət yetirsək, görərik ki, burada da arxeoloji qazıntılar, araşdırmalar aparılmışdı. Yəni 5 də tezis ola bilər. Cavab oldu 2, 3 və 4. Açıq suallara da baxaq. Deyir, mətnə əsasən cədvəli tamamlayın. Deməli, bu səbəb-nəticə əlaqəli bir cədvəl idi. Daha doğrusu, mətndə 2 cədvəl var. Bunlardan biri səbəb-nəticə cədvəli idi. Biri də sözün poetik yaxud informativ üslubda işlənməsi ilə bağlı bir cədvəl idi. İndi yenə baxaq. Həmin cədvəli bura çəkim. Səbəb-nəticə əlaqəli cədvəl. Deməli, bu da 2 hissəyə bölünür. Bura səbəb, bura nəticə. Deməli,
Birinci hissədə səbəbə yazılmışdı ki, onların öz yaşadığı ərazinin coğrafiyası haqqında kifayət qədər məlumatları yox idi. Bu sual kimi burada verilmişdi. Bunun nəticəsində də belə bir cümlə yaza bilərik ki, onlar yaşadığı ərazini bütün dünya kimi qəbul edirdilər. Yəni orada olan fəlakəti bütün dünyada olmuş kimi qəbul edirdilər. Nəticə hissəsinə də bu dediyimi yaza bilərik. Daha sonra bir də nəticə verilmişdi bu hissədə bizə. Deməli yazılmışdı ki, Şumerlərin yaratdığı əfsanə müxtəlif xalqların mifologiyasında təkrarlanır. Bunun səbəbi də o idi ki, qədim tayfalar onlara, yəni Şumerlərin yaşadığı Mesopotamiya ərazisinə hücumlar edirdilər. Eyni zamanda onlarla ticarət əlaqələri də saxlayırdılar. Bunun nəticəsində də onların mifologiyası digər xalqların mifologiyasında da təkrarlanmışdı. Bu dediyimi də bu hissəyə yaza bilərik. Daha sonra digər suala keçək. Deməli, deyir, əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəli doldurun. Baxaq həmin sözlərə. Deməli, birinci deyir quru sahə. Quru sahə burada informativ funksiyadadır. Yəni, cədvəldə qeyd eləməliyik ki, informativ. Bir də digər sözə də baxaq. Deyir, sel fəlakətləri ilə üzləşərkən, yəni qarşılaşarkən. Burada üzləşmək poetik funksiya yerinə yetirir. Daha sonra 58 mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Deyir ki, lakin Şumerlərin düşüncələrinin əksinə olaraq burada deyirdi ki, onlar öz əraziləri haqqında, coğrafiyası haqqında kifayət qədər biliyə malik olmadıqlarına görə məskunlaşdığı əraziləri bütün dünya kimi təsəvvür edirdilər və böyük sel fəlakətləri ilə üzləşdikdə bu hadisəni ümumdünya daşqını kimi qəbul edirdilər. Lakin Şumerlərin düşüncələrinin əksinə olaraq bütün dünyanın yaxud bir ölkənin dağları aşacaq səviyyədə bir daşqına məruz qalmasının mümkünlüyünü elm, bura yaza bilərik, təkzib edir, inkar edir, yaxud qəbul etmir. Bunları yaza bilərik. Yaxud təsdiq etmir də yaza bilərik. Daha sonra yenə cədvəl sualıdır. Artıq bu cədvəl sualı nə haqqındaydı, bu yadımda deyil. Digərinə baxaq. Deyir, üzərində rəqəm yazılmış sözlərin konteksti əsasən mənasını müəyyən edib yazın. Üzərində rəqəm yazılmış sözlərə baxaq əvvəlcə. Deməli, birincidə deyilir palçıq qatı. Bura yaza bilərik təbəqə, palçıq təbəqəsi. Qat, yəni təbəqə. Bura qeyd eləyək. Deməli, qat, təbəqə. İkinci, deyir təbiət hadisələrinin səbəbini qavramayan. Qavramayan əvəzinə yaza bilərik ki, anlamayan, başa düşməyən. Daha sonra üçüncü sözdə olmalıdır, ona da baxaq. Deyir ki, Mesopotamiya ərazisinə davamlı yürüş və hücumları. Davamlı əvəzinə yaza bilərik ki, daimi, yaxud mütəmadi və s. Sinonim sözlər yaza bilərik. Deməli, 60-cı sualın izahını da verdik. Deməli, sualların izahı bu qədərdir. Hər hansı sualınız olarsa, şərh bölməsinə yaza bilərsiniz. Video sizə faydalı oldusa, bəyənərək kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər.